Baxın, bir nəfər, bunu bir dəfə danışmışdıq, getdi, məhəbbət kilsəsinə girdi və oranın ayinin qəbul elədi, dinin qəbul elədi. Müsəlman idi, soruşursan niyə? Deyir ki, mən getdim orada, baxdım, gördüm ki, hər şeyə icazə var. Amma gəlirəm dinə daxil olanda, görürəm elə müsəlmanlar deyir ki, o olmaz, bu olmaz, o olmaz, bu olmaz. Bu vacibdir, bu, orada hər şey buraxılıb insanın könlünün ixtiyarına. Necə də gözəldir. Dini təbliğlə qeyri-dinin təbliği arasında bir fərq də budur. Qeyri-dini təbliğdə hər şey başdan başa cazibədir. Onun dafiyəsi yoxdur. Amma dini təbliğdə cazibə də var, dafiyə də var. İnsanı cəzb etmək də var, dəf etmək də var. Amma qeyri-dində, başqa ideologiyalarda, başqa məktəblərdə ancaq cəzb eləmək istəyir. Yəni, amandır bunun xətrinə dəymə, birdən qaçar. Cazibə də var, dafiyə də var. Açırsan Quran-ı Kərimi, Behişt ayələrini də oxuyursan, Cəhənnəm ayələrini də oxuyursan. Behişt ayələrini oxuyanda adam hal tutur, Cəhənnəm ayələrinə gələndə adamın halı qaçır. Əhvalı körranır. Biri cəzb eləyir, biri dəf eləyir. İstəyir Allah balansı saxlasın. O normal halı saxlasın bundan. Allah istəyir, desin ki, bəndəm, belə deyil, elə mən sənə deyim, gəl hər şey yaxşı olacaq. Yox, ola bilər, başqa cürdə olsun. Bəzən biz birini dinə, namaza çağıranda, dəvət eləyəndə, bu üslubdan istifadə edirik. Bu yanlış üslubdur. Deyirik ki, gəl, hər şey yaxşı olacaq. Sən başda namaza, hər şey yaxşı olacaq. Borcun var, ödənəcək. Nə bilim, xəstən var, sağalacaq. Qapılar bağlıdır, açılacaq. Belə olacaq, belə olacaq. Başlayırıq yalancı həvəslə gətirməyə, yox. Hətta bizim böyüklərimiz, Peyğəmbərimizin, imamlarımızın həyatında var ki, dini təbliğ etməmişdən qabaq həyatın reallıqlarını təbliğ ediyor insana. İnsan birinci həyatın reallığını görməlidir, sonra dini ayini öyrənməlidir. Belə başa düşməməlidir ki, mən bu dini yaşasam, həyatım başdan başa gözəl olacaq. Yox, o həyat qiyamətdə olacaq. Burada insan din həyatında yaşasa, ola bilər ki, çox şeylər xoşa gəlməz olsun. Problemlər dalıcan gəlsin, çətinliklər olsun, qapılar başqa vaxtı 5 yerdən bağlanmışdısa, indi 10 yerdən bağlansın. Yəni, Peyğəmbər deyir, mən sizə yalandan durum, nə vəd verim ki, siz mən deyənlərə əməl eləsöz, elə bütün çətinliklər həll olacaq. Sonra da gəlir namaza, sonra da gəlir ibadətə, başlayır yaşamağa 1 ay, 2 ay, 1 il, 2 il görür, yox, qardaş, heç nə düzəlmədi. Sonra durur, gəlir bu təbliğ eləyənin yanına, namaza dəvət eləyənin yanına, qardaş, sən deyirdin, bəs hər şey yaxşı olacaq. Hani neçə vaxt namaz qılıram, filan eləyirəm, heç namaz qılmadığım dövr bundan yaxşı idi. İşlərim heç olmasa bir 30-40% olsaydı, yaxşı gedirdi. İndi 30-40% də azalıb. Yox, bax, bu cür üslub səhvdir. Dini təbliğdə cazibə də var, dafiyə də var.